Salam əziz izləyicilər. Abşeron rayonu Qobu yolu, beton yolu ərazisində yeni bir evimiz satışa çıxmışdır. Evimiz 3 sot həyətdə yerləşir, 110 kvadrat metrdir və çox geniş həyətə sahibdir. Evimizin həyətində güllər də əkilib. Həyətdə 12 tonluq su çəni var və ev kənarlardan 2 metr məsafə ilə tikilmişdir və çox genişdir. Bu evimizin zirəmi qatlarıdır. Evimiz kürsülü evdir, hündür evdir. Bu giriş yeri, koridor. Tam təmirli, full təmirli bir evdir. Ev yiyəsinin, yəni bu evi özü üçün tikmişdir. Sadəcə satma səbəbi pula ehtiyacı olduğu üçündür. Bu evimizin mətbəxidir. Mətbəx mebelləri də yerindədir və tam təmirlidir. Bu evimizin zalıdır. Tam zövqlə dizayn edilib, təmir edilmişdir. Çox geniş otaqlara sahibdir. Yəni 110 kvadratlıq özünüz bildiyiniz kimi geniş evdir. Bu evimizin uşaq otağı. Yəni hər bir detalı var. Paduqası olsun, lakı olsun, aboyu olsun. Bu evimizin birinci yataq otağıdır. Yəni ev sahibi özü də burada qalır. Sadəcə indi pula ehtiyacı olduğu üçün satır. Bu evimizin ikinci yataq otağıdır və geniş yataq otağıdır. Evimizdə cəmi 3 yataq otağı, 1 zal və 1 mətbəx vardır. Və koridor da geniş və işıqlı koridordur. Bu isə evimizin sanuzelidir. Ayaq olsa, hamam ayaq yolu bir yerdədir. Ev Qobu yolu ərazisində beton yolda yerləşir və tam təmirli, üst kəmər, alt kəmərli evdir. Evimizin qiyməti 70.000 manatdır. Yəni bu qiymətə, bu genişlikdə, bu sahədə ev tapılan deyil. Ev Qobu yolunda yerləşdiyi üçün şəhərlə ara məsafəsi 10 dəqiqəlik yoldur. Avtobusla getsəz 15 dəqiqəyə şəhərə çatırsınız. Yəni çox gözəl mənzərəsi də var həyətdən. Evin içərisindən həyəti görə bilirsiniz rahat. Və çox qəşəng evdir. Evimiz avtobus yolu və ana yoldan 10 metr məsafədə yerləşir.